Kompüter seçərkən nəyə diqqət etməliyəm? Bu videoda sizlərə hansısa kompüter modeli və yaxud da markası haqqında danışmayacağam. Sadəcə kompüter almamışdan əvvəl araşdırmalı olduğunuz nüanslardan biri haqqında məlumat verəcəm. Hal-hazırda bazarda müxtəlif özəlliklərə sahib olan çoxlu sayda kompüter markaları var. Bunlardan hansının yaxşı, hansının pis olduğunu deyə bilmərəm. Çünki mən son 5 ildə sadəcə 2 kompüter modeli istifadə etmişəm. Həmçinin illər keçdikcə kompüterlər artıq həm RAM, həm prosesor, həm videokart özəlliklərinə görə güclənir və daha da təkmilləşirlər. Amma yeni bir kompüter almamışdan əvvəl bir nüans var ki, əgər siz onu eləsəniz, o zaman seçiminizi daha rahat şəkildə edə bilərsiniz. Almaq istədiyiniz kompüterin sizin istifadə edəcəyiniz proqramlara uyğun olub-olmadığını yoxlaya bilərsiniz. Bunun üçün hansı proqramları istifadə edəcəksinizsə, həmin proqramların adını Google-da yazıb axtarışa verməyiniz kifayətdir. Açar söz olaraq isə X proqramın sistem özəlliklərini yazsanız, istər Azərbaycan dilində, istər Türk dilində, ingilis dilində sizə lazım olan məlumatlar çıxacaq. Yaxşı olar ki, bu məlumatları həmin proqramın rəsmi saytından götürəsiniz. Çünki bu proqramların hamısı rəsmi saytında kompüter özəlliklərini qeyd edirlər ki, alıcılar kompüteri almamışdan əvvəl nələrə diqqət etməli olduqlarını görə bilsinlər. Nümunə olaraq bu videonun üzərində həm AutoCAD, həm də Adobe-nin bir neçə proqramının sistem özəlliklərini yoxlama formasını sizlərə göstərəcəm. Məsələn, əgər siz 5 proqramla işləyəcəksinizsə, bu 5 proqramın hamısının özəlliklərini özünüz üçün qeyd edin və daha sonra yaxınlaşdığınız mağazada həmin bu özəllikləri satıcıya təqdim edin. Bu halda o sizə düzgün kompüteri seçməkdə köməklik göstərəcək. Sadəcə bir şeyə də diqqət eləyin ki, sayt sizə 2 seçim verəcək. Bunlardan birincisi tövsiyə olunan, digəri isə minimum tələblərdir. Əgər büdcəniz çatırsa, tövsiyə olunanı almaq sizin üçün daha yaxşıdır. Çünki minimum tələblərə cavab verən kompüteri aldığınız zaman gələcəkdə daha böyük layihələri işləyəndə bu kompüterinizdə donmalara və yaxud da ki, ümumiyyətlə həmin işləri görə bilməməyinizlə nəticələnə bilər. Əgər sizin də uzun müddət istifadə etdiyiniz və razı qaldığınız kompüter modeli və yaxud da markası varsa, rəylərdə bizlərlə bölüşün.